İndi Elza xanım, bir təzə şeir yazmışam, qurban olum sizə. İstəyirəm onu sizə oxuyum, görün nətər. Şeirin adı belədir. De görüm. Nə, mü. Mü. Qulaq atsa qulaq gör nətər yazmışam. Deyir ki, əri döyən arvadı it də tutar. Axı mənim ərim döyməyib, məni niyə it tutur? İt məni görən kimi ham eləyir. Pişik oradan miyo eləyir. İt ürək karvan keçər. Qulaq atsa qoy qurban olum, qoy şeirimi deyim də. Deyir, qarğa tırqıya gedib qarqar eləyir. Yoxsa məni yiyəsizmi görüb? Yox. Mən qılıncdan da iki dilim var. Gəl dilimizlə qılıncdaşaq. Mır mırıldaşaq. Hır hırıldaşaq. Amma bizə bu yaraşmaz. Bizə yaraşan kostyum şalvardır. O da ayağımıza biraz dardır. Ona harda açdırmaq olar? Yox, o şalvarı açdırma. Onu açdırmaqdansa gəl sən mənim gül ağzımı açdırma. Amma sağa gül yaraşır. Bəli, gülə bülbül yaraşır. Bülbül də meyxanaçı Pərviz deyir, Allah uzun ömür can sağlığı versin. Nətər qurban olsun. Vallahi fəlakəti, belə ürəyin o qədər doludur ki. Hamısını demişəm də, başa